Salam, Ülker müəllimə ilə imla yazırıq. Bu dəfə öz şagirdlərimə yox, evdəki övladlarıma, evdəki şagirdlərimə imla yazdıracağam. Uşaqlar, imla dəftərləri qarşımızda. Ay, sağ ol. Açırıq imla dəftərimizi və bu gün ayın tarixi neçəsidir? 14-düdür. Sən bayaq yarım qalan yerin var, yaxın orada. Yox, Azərbaycan rəqəmlə niyə? 14 dekabr. 14 dekabr. İmla sözü yazmağa ehtiyacı yoxdur. Çünki onsuz da imla dəftərimizdir. 14 dekabr. İmlanın adı Qarışqanın hünəri. Altında adın yaz. Bu ikinci sinif. Qarışqanın hünəri adı belədir. Azərbaycan böyük olacaq. Qarışqanın hünəri. Başlayaq səttam imlaya. Necə başlayacaq uşaqlar? Böyle. Böyüklə və necə? İlk cümlə necə yazılacaq? Böyle. Böyüklə yazılır, onu bilirəm. Sətrin dibindən başlayırıq. Ara veririz. Araya nə deyirdik biz? Abzas. Abzasdan başlayırıq. Birinci cümləni oxuyuram. Hər kəs məni, ikiniz də məni dinləyirsiniz. Balaca qarışqa yerdə eşələnirdi. İndi balaca. Necə başlayırsan balaca sözünü? Ay, sağ ol. Balaca. Məsələn, sən dəftərə gəlib oturub sənin də xəttivə baxacağam. Balaca. Dəftər əzmə, ay sağ ol. Qarışqa. Balaca qarışqa. Başka. Yerdə eşələnirdi. Yerdə eşələnirdi. Eşələnirdi. Nokta. Deməli, fikir bitib. Yəni, mən ehtiyac yoxdur, elə bilirəm, deyim ki, yeni cümlə başlayır. Siz özünüz bilirsiniz ki, artıq fikir bitdi və nöqtə qoydunuz. Deməli, necə başlamalısınız yenə? Böyle. Başlayırıq. Torpağın, əvvəl cümləni oxuyum. Torpağın altına gedən dar cığır gördü. Torpağın altına Torpağın altına gedən, torpağın altına gedən dar cığır gördü. Birleşik yazılır. Yo, niyə ki balam? Dar cığır gördü. Gəldik səttamın yanına. Ay, sağ ol, bax xəttimizə. Baxım xəttivə sədişqa, əlvi çək. Dar cığır gördü. İndi mən yenə nə deyirəm? Yeni cümlədir. Necə başlayır? Böyle. Cığırla getdi. Cümlə iki sözdən ibarətdir. Cığırla getdi. Cığırla getdi. Gitti. Ay, sağ ol. Yeni cümləni başlayıram. Bir dəfə oxuyuram üzündən. Nokta. Əlbəttə ki, cümlə bitibsə nöqtə. Böyle. Dəhşətli mənzərə ilə qarşılaşdı. Dəhşətli. Sətrin sonuna gələndə bilirsiniz də, sözü hecaya bölüb sətdən sətrə keçirdim. Bütöv qoyub keçmək olmur. Baxın. Torpağın. Ay, sağ ol. Nə dedim axırıncı mən uşaqlar? Dəhşətli mənzərə ilə qarşılaşdı. Dəhşətli mənzərə ilə qarşılaşdı. Qarşılaşdı. İyle karşılaştı. Nə oldu indi burada? Nokta. Ay, sağ ol. Çünki fikir bitdi artıq. Sətirdən sətrə düz keçmişik. Qarşılaşdı, əla.
Nöqtə. Yeni cümlə deyəcəm. Böyüdən. Bir qırxayaq böcəkdən xilas ola bilmirdi. Bir Ayaq. qırxayaq. Qırxayaq sözü uşaqlar bitişik yazılır, mürəkkəb sözdür. Bir qırxayaq Ayaq. Qırxayaq. qırxayaq deyirəm, qırxayaq yazıram. Bir qırxayaq böcəyə sarılmışdı. Böcəyə Böcəkə yazaq. yox, səncə böcəkə yoxsa böcəyə? Böcəyə. Ay, sağ ol. Böcəyə sarılmışdı. Sarılmışdı. Sarılmışdı, nə oldu? Demək ki, yuxarıdan xəttisi aralı oldu. Necə balam, başa düşmədim. Baxın. Oradan aralı oldu. Hə, eybi yox. Sarılmışdı, fikir bitib sətdən. Yeni cümlə. Böcək ümidini itirmişdi. Böcək Böcək ümidini. ümidini İtirmişdi. əlini çək, xəttin düşsün. O bir əlvi çək. Hə, böcək ümidini itirmişdi. Düz. Sonra Böyle. ay sağ ol. Qarışqa qırxayağı dişlədi. Qarışqa qırxayağı dişlədi. Qarışqa qırxayağı. Qırx yazıb gözləmdi. Çıxa bilərəm oradan. 40 tiri aşağı, olar o. Qırxayağı dişlədi. İndi yeni abzasdan. Yeni abzas deyəndə nə edəcəyik? Hə, dişlədi, fikir bitdi. Yerimiz olsa da yeni abzas deyəndə nə edirik? Aşağıdan Təzə sətirdən. Təzə sətirdən. Ay sağ ol. Yine aşağıdan yazır. Hə, dişlədi. Niyə tirə qoyursan ki, Ayxan? Mən dedi deməmişəm ki, tirə qoyasan. Sadəcə olaraq təzə abzasdan yazırıq. Böcək qarışqaya hünərinə görə təşəkkür etdi. Böcək qarışqaya hünərinə görə hünərinə görə təşəkkür etdi. Etdi. Bitdi. Əla. İndi bir dənə baxım sənə. Bitdi Ayxan. Gəl baxaq. Ayın tarixi düz. Biraz xəttimiz elə bir nəysə. Xoşuma gəlmədi. Mən də elə bitdi. İndi sənə də baxacam dəhşətli mənzərələ. Qar. Bu niyə burada eləmirsən? Qar tiri. Elə oradan düşərdi. Orada sənin yerin yox idi. Birbaşa bura düşmə. Düz bölmüsən. Bir qırxayaq böcəyə sarılmışdı. Böcək ümidini itirmişdi. Qarışqa qırxayağı dişlədi böcək. Düzdür, hamısı düzdür. Bəyəndim. Afərin. Sadəcə olaraq kaş ki xəttin daha gözəl olsa çox gözəl olardı. Bu da Səddanın kubu idi. Sədişqa baxaq. Bu köhnə imlamızdır. Qarışqanın hünəri görək. Balaca qarışqa yerdə işlənirdi. Aha, səhv yoxdur hələ ki. Səhv yoxdur. Düz. 40. Ayağı yox. Ğı yox. Özdə buradan yeni abzasdan böcək necə yazılmaydı mənim balam? Sən təzə abzasdan başlamısan. Yeni cümlə başlamısan Sədişqa. Necə olmalı? Cümlə necə başlayır? Aha, bir dənə səhvimiz buradadır. Təşəkkür. Hə, amma xəttimizi bəyənmədim.